Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. Şübhələrə cavab verilişində bir şübhə haqqında danışacağıq. O da bundan ibarətdir ki, bəzi insanlar elə düşünürlər ki, ilahi elçilərin, yəni peyğəmbərlərin günahı və xətası olub. Onlar da adi insanlar kimi günah və xəta eləyə bilərlər. Bu barədədir. Bizim əqidəmizə görə, Quran-ı Kərimin də məntiqinə görə peyğəmbərlər məsumdur. Amma bir çox insanlar peyğəmbərləri məsum bilmirlər. Onların şənin gətirirlər aşağı və adi insanlar kimi ki, hər kəs səhv və xətası ola bilər və mümkündür də olsun və var da, peyğəmbərləri də bu cür bilirlər. Amma Quran-ı Kərimin ayələrinə əsasən bizim dinimizin peyğəmbərlər barəsində baxışına əsasən peyğəmbərlər məsumdular. Yəni heç bir günahları olmayıb, xətaya yol verməyiblər, səhvə yol verməyiblər və bu məsum bilənlərin özləri də bir neçə qrupa bölünür. Bəziləri məsum bilirlər peyğəmbəri peyğəmbərliyindən sonra, yəni peyğəmbərliyinə qədər peyğəmbərlərdə belə qəbul edirlər ki, müəyyən günah və xətalar olub. Amma elə ki, peyğəmbərliyə çatdı, peyğəmbərlikdən sonra nübüvvət dövründə peyğəmbərin heç bir xətası və günahı olmayıb. Bəzi insanlar belə düşünür ki, məsum bilənlərdən gedir təbii ki söhbət, peyğəmbərlər böyük günahlar eləməyiblər, amma kiçik günahlar eləyiblər. Bəzi insanlar elə düşünür ki, peyğəmbər məsumdur vəhyi alıb çatdırmaqda. Yəni, vəhyi necə lazımdırsa alıb, necə lazımdırsa çatdırıb. Orada nə səhvə, nə xətaya, nə günaha yol verməyib. Yəni, nəsə əlavə etməyib, nəyisə oradan əsiltməyib. Vəhyi alanda da düzgün alıb Allahdan və mələkdən, eyni zamanda da olduğu kimi düzgün çatdırıb. Və adi həyatında peyğəmbər günah və xətaya yol verib, bəzi müsəlmanlar da belə düşünürlər. Amma əslində necədir? Əslində bu cürdür ki, peyğəmbər əvvəldən axıra qədər, yəni ömrünün əvvəlindən axırına qədər istər böyük günahlardan, istər kiçik günahlardan, səhv və xətalardan uzaq olub, peyğəmbər məsum olub və hətta günahı unutqanlıq və səhv üzündən də eləməyiblər. Yəni, təkcə peyğəmbərlik dövründə yox, peyğəmbərlikdən qabaq da. Hətta bəziləri həddi buluğa qədər, həddi buluqdan sonra peyğəmbərləri məsum bilirlər, fərqi yoxdur. Ömrünün əvvəlindən axırına qədər peyğəmbərlər məsumdular. Amma bunun isbatı nədir? Bunun isbatı həm Quran-ı Kərimin ayələrində, həm də elə ağıl baxımından mümkündür. Yəni, bəzi məsələlər var ki, əqli dəlilləri var. Yəni, biz hansısa bir iddianı eləyəndə ona əqli dəlil gətiririk. Əqli dəlillərdən biri budur. Əgər biz qəbul eləsək ki, peyğəmbər məsum olmayıb, bu zaman bu problemlə üzləşəcəyik ki, cəmaat onun sözünə etimadı olmayacaq, inamı olmayacaq. Axı, peyğəmbər o şəxs ki, gərək cəmaat ona inansın. Əgər o xətaya, nöqsana, günaha yol vermiş olsa, məsum olmasa, bu zaman cəmaata onun sözünün heç bir təsiri olmayacaq. Ona görə də Allah hikmət sahibidir, Allah həkimdir. İlahi hikmət tələb eləyir ki, peyğəmbər məsum olsun, ta peyğəmbərləri göndərməkdən Allahın məqsədi nədirsə, o məqsəd gerçəkləşsin. Peyğəmbərləri göndərməkdən məqsəd budur ki, ilahi həqiqətləri, ilahi vəzifələri cəmaata öyrətsinlər və cəmaat onları bilib yerinə yetirsin. Və peyğəmbər cəmaata söz deyəcək, cəmaatı hidayət eləyəcək. Əgər peyğəmbər özü məsum olmasa, günahı olmuş olsa, xətası olmuş olsa, artıq sözünün kəsəri olmayacaq, sözünün təsiri olmayacaq. Ona görə də peyğəmbərin məsum olması şərtdir və ilahi hikmət bunu belə tələb eləyir. İkinci, peyğəmbərlər nə ilə vəzifələnib? Peyğəmbərlər bir çox vəzifələri olub, biri də bu olub ki, cəmaatı tərbiyə eləsinlər, nəfslərini paklaşdırsınlar və mənəvi kamala, mənəvi kamilliyə onları çatdırsınlar.
Peyğəmbərlər bunun üçün gəlib ki, insanları yetişdirib, kamil, necə bir bağban ağacı yetişdirər, Peyğəmbər də gəlib ki, insanı yetişdirsin, ta mənəvi kamilliyin son həddi nədirsə, ora aparıb çatdırsın, ən ali mənəvi zirviyə. Bu nə zaman mümkündür? O zaman mümkündür ki, Peyğəmbər həmin o ali zirviyə özü çatmış olsun. Həmin mənəvi kəmalı özü fəth eləyə bilsin. Əgər bir adamda mənəvi təkamül yoxdursa, mənəvi kamilliyə, mənəvi həddi buluğa çatmayıbsa, o nə cür insanları çatdıra bilər? İnsanın özündə olmayanı başqasına necə verə bilər? Ona görə də Peyğəmbərin məsum olması lazımdır ki, bu insanları yetişdirəcək insanlıq zirvəsinə, ilahi o hədəf ki, insanı necə görmək istəyir, ora çatdıracaq. Mənən insan kamilləşməlidir. Bu, Peyğəmbərlərin məsumluğu ilə reallaşa biləcək bir mövzudur. Növbəti Peyğəmbərlər gəlib, Allahın sözünü insanlara çatdırmaqdan əlavə əməli nümunə də onlara olmalıdır. Necə ki, biz Quran-ı Kərimdə də görürük ki, Allah Peyğəmbərləri insanlara nümunə çəkir. Və Peyğəmbərimiz üçün Allah buyurur ki, Peyğəmbərdə ən gözəl nümunə var. O, insanlığın nümunəsidir. İnsanlığın ən kamil nümunəsi Peyğəmbərdir. Yaxşı, əgər onda xəta, nöqsan, günah baş vermiş olsa, artıq o nümunəliyin itirir. Nümunəliyin əldən verir. Əgər Peyğəmbər nümunədirsə, deməli, pakdır, məsumdur, xəta və nöqsansızdır. Çünki nümunə olmağı bunu tələb eləyir. Əgər xətaya və nöqsana yol verirsə, günah baş verirsə, onda da nümunə olmadı ki. Və dediyimiz kimi, nümunə olmayanda da cəmaat nümunəyə baxır. Nümunədə bir dənə nöqsan gördü, artıq onu kimi olmayacaq, onun dediyinə də əməl eləməyəcək. Ümumiyyətlə, Allah Peyğəmbəri nə üçün göndərib? Bir dənə maraqlı cavab var. Allah Peyğəmbəri ona görə göndərib ki, bizim Peyğəmbərə ehtiyacımız var. Allah suyu nə üçün yaradıb? Havanı nə üçün yaradıb? Çünki bizim ona ehtiyacımız var. Allah Peyğəmbəri də ona görə göndərib ki, bizim Peyğəmbərə ehtiyacımız var. Bizim Peyğəmbərə nə ehtiyacımız var? Çünki biz bilmirik, Peyğəmbər gəlib bizə öyrədəcək. Çünki biz xətaya yol veririk, Peyğəmbər gəlib bizə düzəliş verəcək. Biz səhv eləyə bilərik, Peyğəmbər gəlib bizim səhvlərimizi düzəldəcək və deyəcək ki, bu səhvdir, bu olmaz, bu olar, bunu belə eləmək lazımdır. Peyğəmbər buna görə və bizim də buna ehtiyacımız var. Peyğəmbər bizə mənəvi aləmdə, mənəvi yolda rəhbərlik eləyəcək. Yaxşı, rəhbərin özü səhv eləsə, onda necə bizə rəhbərlik eləyə bilər? Mənəvi yolun öndəri, qabaqda gedəni, əgər xətaya yol versə, ardıcan gələn cəmaatı necə aparıb mənzil başına çatdıra bilər? Ona görə də mənəvi rəhbərliyi boynuna götürmüş ilahi bir şəxsiyyətin məsum olması labüddür. Zəruridir ki, insanları aparıb hidayətə çatdıra bilsin. Bizim Peyğəmbərə ehtiyacımız buna görədir. Ki, biz əgər səhv eləməsəydi, biz əgər xətaya, nöqsana yol verməsəydi, bizim onda Peyğəmbərə ehtiyacımız olmazdı. Bizim nə üçün Peyğəmbərə ehtiyacımız var? Uşağın nəyə görə böyüyə ehtiyacı var? Çünki uşaqdır, çox səhvlərə, xətalara yol verə bilər. Biz də Peyğəmbər səviyyəsinin qarşısında uşaq misalındayıq, çoxlu səhvlərə yol verə bilərik. Baxışımızda, düşüncəmizdə, əqidəmizdə, inancımızda, rəftarımızda, həyat tərzimizdə, əməllərimizdə, gördüyümüz işlərdə, hər şeydə biz səhvə yol verə bilərik. Səhv qaçılmazdır, nöqsan qaçılmazdır. Ona görə də bizə Allah Peyğəmbər göndərib. Yaxşı, Peyğəmbər özü də dahi səhvə yol verdisə, nə oldu ki? Biz səhvə, nöqsana, xətaya yol veririk deyə bizə bir bələdçi rəhbər gəlib ki, bizi xətadan, səhvdən, nöqsandan çıxartsın, düzəliş versin bizə. Onun özü də səhv eləyəndir.
Yaxşı, səhv eləyəndirsə, onda da nə oldu? Bələdçi özü yolda səhv eləsə, yolçuları necə aparıb məqsədə çatdıra bilər? Ona görə də Quran-ı Kərimə biz baxanda görürük ki, Quran-ı Kərim şeytanın dilindən deyir ki, şeytanın bir dəstə insanlara nüfuzu yoxdur. Şeytan təsir eləyə bilmir bir dəstə insanlara. Kimlərdir onlar? Müxləs bəndələr. Yəni, onlar ki, xalisləşib, artıq məsumdular. Onlarda bir dənə zərrə qədər zəif nöqtə yoxdur ki, şeytan ondan tutub səhvə və xətaya, günahı onları salsın. Ona görə də şeytan and içir. فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَسِينَ. Sənin müxləs bəndələrindən başqa ilahi bütün hər kəsi yoldan çıxartacam. Yəni, müxləs bəndələr artıq onlar xalisləşib, onların günaha düşmə, xətaya yol verməsi mümkünsüzdür. Və ən nəhayət, Quran-ı Kərimdən bir dəlil gətirdik, bir də dəlil gətirək. Əqli dəlildən sonra nəqli dəlil gətirdik. Nəqli dəlillərdən də biri budur ki, Qurandan. Quran-ı Kərimə biz baxsaq, Peyğəmbərə itaət etməyi, Allaha itaət etmək sayır Quran-ı Kərim. Peyğəmbərə itaət Allaha itaətdir. Mən əta'ər rəsul fəqəd əta'əllah. Hər kəs Peyğəmbərə itaət elədi, Allaha itaət edib. Ma atakumur rəsul fəxuzuh və ma nəhakum anhu fəntəhu. Peyğəmbər sizə nə gətirdi? Alın, sizi nədən çəkindirdi? Çəkinin. Yaxşı, bu səhvə yol versə, onda biz ondan necə alaq? Bu, əgər səhvə xətaya yol versə, məsum olmasa, bunun itaəti necə Allaha itaət sayıla bilər? Ona görə də Quran-ı Kərimdə Peyğəmbərə itaət, Allaha itaət səviyyəsindədir, Allaha itaət deməkdir deyə Peyğəmbərə itaəti şərtsiz gətirib. Bir Peyğəmbərə itaət elə, şərti zad da yoxdur. Bu nəyi göstərir? Peyğəmbərin məsumluğunu göstərir. Əgər Peyğəmbər səhvə xətaya yol versəydi, ona şərtsiz itaəti vacib eləməzdi Allah Teala. Şərtlə vacib eləyərdi. Deyərdi, itaət elə, səhvə yol verməsə. Amma deyir, itaət elə. Bu, onu göstərir ki, o səhvə yol verə bilməz. Və onun itaəti Allaha itaət sayılır. Buna görə də Peyğəmbər həm ağıl nöqteyi nəzərindən, həm Quran nöqteyi nəzərindən məsum sayılır və Peyğəmbərin heç bir günahı olmayıb və əvvəldən axıra qədər də Peyğəmbər məsum sayılır, pak sayılır. Çünki o, insanlığın, mənəvi kəmalın ən kamil nümunəsi sayılır. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.